Deməli, imamlar, babın adı belədir, imamlar hər cümə axşamı elmləri artır. İmamımızın, bax bu ləhzələrdə elmin olur, artır. Hədisi oxuyuram. Deməli, ikinci hədisi oxuyuram. Hədisdə İmam Cəfər Sadiq əleyhissalamdan müəyyən danışıqlar filanlar. İmam buyurur ki, İnnə lənə fi kulli leylət cümə surur. Bizim hər cümə axşamı, biz imamlara məxsus olan bir hal var. Hər cümə axşamı bizə Allah Taala sevinc bəxş eləyər. Deməli, hər cümə axşamı bizim ruhlarımız qalxır ərşin yanına və hədislərdə var, orada təvaf var, namaz var. Bu işləri görəndən sonra elmlə qidalanırlar və ruhlar qayıdır hara? Öz bədəninə. İndi belə götürəndə 11 imam Peyğəmbərimiz dünyasını dəyişib. Hər cümə axşamı ruhu onun bədəninə nədir? Yəni qaytarılmasının nə mənası var ki? Allahın yanındadılar, dərgahındadılar, rəhməti altındadılar. Deməli, bu hədis məhz aiddir 12-ci imama. Ki, onun ruhu çıxıb qayıda bilər. Onun da xüsusi bəhsi var. Ruh neçə hissədir? Əhl-i Beytdə və bizlərdə. Hansı ruhda artıb azalma var, hansı ruhda artıb azalma yoxdur. Bu da incə bəhslərdən, işimiz yoxdur. Allahdan nə çıxırsa, nə sadir olursa olsun, nə bəxş olunursa olunsun, yəbdə bi Rəsulillah, birinci Allah Rəsulundan başlayır, sümmə bi əmiril müminin, sonra Əli əleyhissalamdan, sümmə bi vahidin bə'də vahid. Deməli, 12-ci imamımız indi nəsə bilir? O birinci onu kim bilir? Peyğəmbər. Sonra İmam Əli əleyhissalam, sonra İmam Həsən, sonra İmam Hüseyin, Həsən Əskəri əleyhissalam və 12-ci imamımız. Və bu səhih və zəif iki hədislə məzmun bir olduğuna görə ikisi də etibarlıdır. Kim şübhə qaldırsa ki, cümə axşamı imamın elmi artır, diri imam elmi ölü imamdan və Peyğəmbərdən daha çoxdur, deyəcək elə deyir. Bizim etiqadımız, həmən bu etiqad imamdandırsa, imamdan başqa bir hədisdə var ki, elmin qapısı nədir? Şəhəri qapısı Peyğəmbərdir və süzgəc də Peyğəmbərdir. Sonra İmam Əli, yəni elm fəziləti qiyamət gününə qədər nə olacaq? Qorunub, saxlanılacaq.